Dünən şok məlumatlar verəcəkdim. Şok məlumat onu deyim. Bir hafta birdən pərvanə kimi danışma. Yox, pərvanə kimi danışmıram. Mən dünən düzdür, şok açıqlama onu demək istəyirəm ki, mən yəni bunu yenə də pərvanəyə dərs olaraq demirəm. Mən özüm üçün deyirəm. Yəni öz həyatıma ki, mən boşanmağıma, uşaqlarıma ayrı qalmağıma görə çox peşmanam. Çünki yəni mən bir il olacaq ki, Xoşqədəm xanım, yəni mən boşanmışam, amma yəni həyatın çətinliyini gördüm də, yəni gördüm ki, yəni heç də asan deyil. Küçələrdə həyat. Bəli, küçələrdə yenə mən uşaq olmasaydı, bayram da başının çarəsinə baxacaq, mən də başımın çarəsinə baxacağam. Ancaq 3 uşaq, yəni uşaqlar ortada, yəni yazıq olur da. Mən öz uşaqlarımla danışıram. Yəni insan adama gəl deyən çox olur, vallahi şirin sözlər deyən çox olur, amma ki insan biz qadınlar vallahi düz inanırıq. Vermisiniz onu, açın da, ana da, ata da, onlar, aha. Ailəli bir qadının kimisi şirin sözlərinə inanması özü bir absurd. Bircə dəqiqə qoyun Gül xanım tam açıqlamasını versin dostlar. Ondan sonra buyur Gül xanım. Şok açıqlaması var, buyur. Bəxtəvər baş. Niyə bu qədər amansızıq biz? İcazə verin qoyun fikrini desin. De Gül xanım, fikrini de. Necə? Mikrofonu götür. Mikrofon. Kızlar mikrofon verin bana. Uşaqlarımla Xoşqədəm xanım, mən görüşdüyünü xahiş edirəm. Bir şey səni yalvarıram. Ne olur, bu stüdyoda uşaqları kapıdan gəlsin, onları qaçıb qucaqlayım. Yalvarıram sana. Çok daralmışam onlar için, çok. Hanım, bu musiqinin səsini azaldın ki biz eşidə bilək də, yəni tamaşaçı da eşitsin. Gül xanım, Martılar ağlardı. şok açıklaman nə idi ki, dedin məni insanlar qınayacaqdır. Çok açıklamam oldu ki Xoşqədəm xanım. Ben uşaqlarıma görə yenə barışmaq istəyirəm. Barışmaq istəyirsən. Çünkü yalnız uşaqlarıma görə. Çünkü onlardan ayrı qala bilmirəm də özümü nifrət edirəm, vicdan azabı çəkirəm. Şehirlere Deməli bayramla barışmaq istəyirsən. Uşaqlarıma görə. Ona görə deyirdin ki, məni qınayacaqsın. Bəli, çox qınayacaq bilirəm biri Ramal bəy. Bir şey diyeyim ki, Ramal bəy siz Deyirsən, Ramal qoymayacaqdı ki, bayram səndən bilirəm. Bəli, Amma qoymayacaq. ki, Çünki Gül xanım hansı vicdanla danışırsan? Olmayan bir vicdanı Bilirəm, sən siz əzabını necə haqlı idiniz. çəkirsən? Ramal bəy hər zaman deyirsiniz ki, analar uşaqlarını atmasın. Bilirəm, mən sərf eləmişəm. İnsan hər kəs həyatda Bəlkə sərf heç eləyir. etiraz eləməyəcək də görün. Amma insan yəni mən... Bir dəqiqə Mən təbii ki, etiraz edirəm. Bu insan nə o bayramı hak edir, nə də ki o üç övladı. Getsin, kimə aldanmışdısa, elə onun yoluna getsin, Bakıda yaşasın, Qubada yaşayır, harada yaşayır, yaşasın. Sən gedib orada 2 ay qalacaqsan, onların yenə duyğularla oynayacaqsan, sonra yenə qaçıb bura gələcəksən. Ona görə sənin bu axtığın göz yaşlarına nə mən inanıram, nə də ki, mən bilirəm ki, tamaşaçılar da heç inanmır. Çünki mən sənin səmimiyyətinə inanmıram. Sıxışıb qalmısan, gedəcək bəlkə də bir yerin yoxdur, nə ana qəbul edir, nə ata qəbul edir səni. İndi bayram dəyərli oldu, övlad qiymətli oldu, eləmi? Bayram dəyərli olmaqdan söz getmir, uşaqlarımla danışıram. Mən sənə deyirəm ki, səndə nöqtə qədər vicdan Ramal bəy, indi yoxdur. icazə verin, Qoy mən bir olmasın. şey deyim. Yoxdur. Babamız əlimizdə yoxdur. Biz niyə Məndə o şkala var. bir qadına sənin vicdan yoxdur. Bəli, yoxdur. Yoxdur. Hansı uşağın?
Heç onun üç uşağından xəbəri var Könül xanım. Çok xahiş edirəm, hər kəsə öz prizmamızdan baxmayaq. Biz yetəri qədər aramızda Mikrofon dura verin bilən Könül insanlar və ətrafımızda yetəri qədər bizi yıxılmağa qoymayan insanlar var. Amma bu günlər bir qadına, o gücsüz qadına Bayaqdan Hə, danışdım. bəli, bəli. O gücsüz qadına bu günləri indi hərəmiz əlimizə bir balta, Balta alıb alıb vuraq. Onu baltalayanlardan biri də mən idim Çiçək alıb gətirək belə qadınlara Yox, bir. çiçək almayaq Ramal bəy. Yox, çiçək alıb gətirək belə Ramal bəy, qadınlara. çiçək Yanlış yerə almayın. yozmayın Ramal bəy. İnsanın Kimsə demir edam ki, cəzası çiçək. var. Mən yozmuram. Mən belə qadınlara, bəli, qılınc kimi qarşısında da dayanıram. Evladını atıb gələn Bir anaların dəqiqə qarşısında. dayanın. Mən xahiş edirəm, Elmir bəy üzr istəyirəm, bilirəm söz demək istəyirsiniz. Çox üzr istəyirəm. Baxın, dostlar, dünən Pərvanə, bugün Gülxanım, həyatda heç mi səhviniz olmuyor? Həyatda heç mi səhvimiz olmuyor? Mənə bir çoxları yazır ki, niyə görə Pərvanəni, Gülxanımı müdafiə edirsiniz? Dostlar, mən onları müdafiə etmirəm. Onlar mənim ailə üzvlərim deyil. Onlar cahilliyin qurbanı olan, atanın, ananın tərbiyəsini doğru düzgün vermədiyi, yolunu doğru düzgün cızmadığı qadınlardır. O qadınlar bir səhv eləyibsə, o səhvə görə baltanı alaq əlimizə, hərəmiz bir balta vuraq, deyin görüm, onda onlar düzələcək yoxsa yox? Mən sizə deyirəm, düzəlməyəcək. Amma bu insan yıxıldı, 3 uşağını attı, boşandı, indi gəlib orada göz yaşı tökür. Siz ona deyirsiniz timsah göz yaşları. Bu qədər amansız olmayın. Bu qədər amansız olmayın. Amma mən yenə deyirəm, amansızam. Gülxanım, atdığı göz yaşına heç özü inanmır onu. Şimdi ben de O yalan danışır. Ben de bir şey söylemek istiyorum. Ben Gülhanım kardeşimin samimiyetine inanıyorum. Hayatta burada stüdyodaki de herkes, ekran başındaki tamaşacılara da sesleniyorum. Var mıdır ki bir kişi desin bana benim günahım yoktur? Var mıdır? Bu soruyu net ve net soruyorum. Her ne olursa olsun biz Müslümanız elhamdülillah. Affetmeyi bilmeliyiz. Birinin hatasını yüzüne vurmamalıyız. Reklam Onun günahlarıyla onu daha çok günahlandırmamalıyız.